Salam, bugünkü mövzumuz güzaran və elmi psixologiya haqqındadır. Güzaran psixologiyası. İnsan başqa insanlar içərisində həmişə psixoloqdur. Başqa adamların xüsusiyyətlərini, məsələn, maraqlarını, temperament tipini və ya xarakter əlamətlərini nəzərə almadan onlarla birlikdə işləmək, ünsiyyətdə olmaq və yaşamaq əslində çətin olur. Biz adətən rast gəldiyimiz adamın ilk növbədə geyiminə və görkəminə görə onun xarakteri haqqında fikirləşirik. Sonra isə hər hansı adam haqqında onun əlamətlərinə görə mühakimə yürüdürük. Birini etibarlı adam hesab edirik, başqası haqqında deyirik ki, ipinin üstünə odun yığılası adam deyildir. Uşaqlara hər hansı bir işi tapşıranda onların biliyini, qabiliyyətini, bacarıq və vərdişlərini nəzərə alırıq və s. Bu o deməkdir ki, insanlar rast gəldikləri, ülfət bağladıkları adamların davranış və rəftarını psixoloji cəhətdən izah edirlər. Bu zaman onların hamısı psixoloji biliklərdən, amma güzaran psixologiyasına aid biliklərdən istifadə edirlər. Elmi psixologiya ilə yanaşı, güzaran psixologiyası da mövcuddur. İnsanlarda öz həyat təcrübəsində, başqa adamlarla ünsiyyət şəraitində əmələ gələn psixoloji bilikləri elmi psixologiyaya aid etmirlər. Bunlar güzaran psixologiyasına aiddir. Güzaran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən nəsilə verilmiş, müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s. özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də şifa xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanların şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir. Güzaran psixologiyasına aid biliklər insanların gündəlik həyatında özünəməxsus rol oynayır. Böyük həyat təcrübəsi olan adamları yaxşı tanıyan, böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edən hər kəsin dilini bilən müdrik adamları el içində əbəs yerə insan sərrafı, yəni psixoloq adlandırmırlar. Güzaran psixologiyasına aid biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara da rast gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir. Güzaran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur, ancaq bu və ya digər formada qeyd edilir. Bir çox hallarda isə onlar sadəcə olaraq bir tərəfli xarakter daşıyır. Məsələn, el içində deyirlər ki, təkrar biliyin anasıdır. Doğrudan da biliklərin mənimsənilməsində təkrarın özünəməxsus rolu vardır. Güzaran psixologiyasında bu fakt dəqiq müəyyən olunmuşdur. Ancaq təkrarın növləri müxtəlifdir. Onlardan hansı daha səmərəlidir? Təkrarı necə aparmaq lazımdır? Onun psixoloji şərtləri hansılardır? Güzaran psixologiyası bu suallara cavab verə bilmir və verə də bilməz. Halbuki məktəbdə təlim prosesini səmərəli təşkil etmək üçün həmin sualları aydınlaşdırmaq zəruridir. Böyük elmi praktiki əhəmiyyətə malik olan bu vəzifəni ancaq elmi psixologiya yerinə yetirir. Alim psixoloqlar təkrarın təşkili məsələlərini öyrənmiş, onun müxtəlif növlərini müqayisəli şəkildə təhlil etmiş, psixoloji şərtləri aydınlaşdırmış və müəllimlərin faydalı elmi məsləhətlər vermişlər. Güzaran psixologiyasına aid biliklərin bir xüsusiyyətinə də diqqəti cəlb etmək lazımdır. Onlar seyrici, təsviri xarakter daşıyırlar. Yenə də bir misal göstərək. İnsanlar qədim zamanlarda müəyyən etmişlər ki, uşağı lap kiçik yaşlarından tərbiyə etmək lazımdır. Ağacı yaş olanda əyərlər. Atalar sözünün psixoloji mənası məhz bundan ibarətdir. Bu fikir tamamilə doğrudur. Əgər belədirsə, onda başqa bir sual meydana çıxır. Ağac nə üçün yaş olanda əyilir? Yuxarıda qeyd edildiyi kimi, güzaran psixologiyasına aid biliklərə əsasən bu sualı izah etmək mümkün deyildir. Çünki həmin biliklər seyrici xarakter daşıyır. Buna görə də müvafiq psixoloji faktları izah etmir, ancaq epizodik şəkildə təsvir olunur. Bunu nəzərə alaraq həmin bilikləri seyrici təsviri biliklər adlandırırlar.
Seyirci təsviri psixoloji biliklər səviyyəsində adamlar bəzən müşahidə etdikləri faktları bu və ya digər dərəcədə izah etməyə çalışırlar. Lakin bu izahat yenə də psixoloji xarakter daşımır. Seyirci təsviri psixoloji biliklər səviyyəsində adamlar faktları izah edəndə belə adətən başqa elmlərdən əxz edilmiş təsəvvürlərə istinad edirlər. Buna görə də psixoloji faktın mahiyyətini aydınlaşdıra bilmirlər. Fikrimizi aydınlaşdırmaq üçün yuxarıdakı sualı xatırlamaq kifayətdir. Ağacı nə üçün yaş olanda əymək lazımdır? Adamlar bu zaman faktın özündən, uşağın tərbiyəsi məsələlərindən çıxış edir. Atalar sözünün məntiqinə müvafiq olaraq suala təxminən belə cavab verirlər. Yaş ağacı əyəndə sınmır, quru ağacı isə sınır. Bu o deməkdir ki, onlar müəyyən bir psixoloji faktı psixoloji təsəvvürlərə əsasən deyil, başqa elmlərdən, bizim misalımızda botanikadan əxz olunmuş təsəvvürlər əsasında təsvir edirlər. Güzəran psixologiyası insanın psixi həyatına aid yalnız müəyyən faktları əhatə edir. İnsan psixologiyası isə mürəkkəb və çoxcəhətlidir. Onun qanunyuyğunluqları ancaq və ancaq elmi psixoloji biliklər əsasında başa düşülür və izah olunur. Elmi psixoloji biliklər empirik və nəzəri biliklər kimi özünü göstərir. Empirik psixoloji biliklər müşahidə və eksperiment vasitəsilə əldə edilən məlumatlara əsaslanır. Orta əsrlərdə bu biliklərin inkişafında filosoflar, əxlaq nəzəriyyatçıları, şairlər və ədəbiyyatçılar xüsusilə böyük rol oynamışdılar. Zaman öz işini gördü. Başqa elm sahələrində, məsələn fizika, kimya, fiziologiya və s. olduğu kimi psixologiyada da ancaq psixologiya ilə məşğul olan adamlar meydana çıxdı. Psixologiyada praktika üçün əhəmiyyətli olan empirik qanunyuyğunluqlar müəyyən olundu. Psixologiyanın həll etdiyi praktik vəzifələr tədricən genişlənirdi. Empirik biliklərin zəminində nəzəri biliklər formalaşırdı. Elmdə müxtəlif izah edici sxemlər, modellər, tipioloji anlayışlar və s. yaranırdı. Psixologiyanın anlayışlar aparatı inkişaf edirdi. Müasir psixologiyada məhz nəzəri biliklər xüsusi əhəmiyyət kəsb edir. Empirik biliklərdən fərqli olaraq nəzəri psixologiya fraqmental biliklərlə artıq kifayətlənə bilməzdi. Müasir psixologiyada onları sistem şəklində öyrənmək zəruriyyəti meydana çıxmışdır. Psixi hadisələrin qanunyuyğunluqları ancaq bu səviyyədə müəyyən edilə bilər. Empirik və nəzəri psixoloji biliklər bir-biri ilə üzvü surətdə əlaqədardır. İnsan psixologiyası haqqında elmi, yəni obyektiv və düzgün biliklər olmadan cəmiyyət inkişaf edə bilməz. İctimai praktikanın müxtəlif sahələrində məktəb, səhiyyə, idman və s. insan haqqında biliklərə olan elmi praktik tələbat elmi psixologiyanın əmələ gəlməsi üçün şərait yaratmış və onun inkişafında həlledici rol oynamışdır. Bu elm necə əmələ gəlmiş və necə inkişaf etmişdir haqqında isə biz növbəti mövzumuzda psixologiya elminin təşəkkül tarixində danışacağıq.